Zakir Əliyev, əməkdar artist, Azərbaycan Respublikasının əməkdar artisti maraqlı bir açıqlama edib. Ona deyiblər, o deməyib, ona deyiblər ki, sənə paxıllıq edənlər var deyə, hamısı ölüb. Hamısı ölüb, ay Zakir, qurban sənə. Sən gözəl insansan, gözəl müğənnisən, sənin səsindən yoxdur, əsl peşəkarsan, səndə olan o məktəb, o məktəbə gedib oxumalıdırlar, o yanlış oxuyanlar var. Zakirin o məktəbində oxumalıdırlar, öyrənməlidirlər. Hay Allah, münasibətlərdən danışıb əməkdar artist Zakir Əliyev. Yaxşı ifaçıların səhnədə olması hamımız üçün uğurdur. Özün də inkişaf edirsən, artırsan, rəqabət yaranır. Yaxşı ifaçı ilə eyni səhnəni bölüşəndə onun oxumağından enerji alırsan. Burada pis bir şey var ki, Zakir deyib. Ümumiyyətlə deyib ki, müğənnilər bir paxıl olmamalıdır, amma Zakir paxıl olmasalar, sənət mən düşünürəm ki, inkişaf etməz. Mütləq, bax, sənətdə paxıllıq olmalıdır ki, belə rəqabət artsın da, yoxsa ki, mən inanmıram, bəlkə də siz elə düşünürsünüz, amma mən düşünürəm ki, paxıllıq olanda daha insan belə cəhd edir ki, uğurları bol olsun. Paxıllıq acizlikdir, Zakir Əliyev deyir, sənəti cılız olanlar paxıl olurlar. Sənəti olan insan paxıl olmur. Həmişə dua edirəm ki, müğənnilərin səsi yaxşı olsun, paxılın içi yanır, paxıllığın içi yanır, ömrü qısa olur, paxıllıq ifaçını mənzər aparır. Bir dəfə müğənnilərdən biri dedi ki, Zakir Əliyev, sənə paxıllıq edənlərin hamısı ölüb. İnşallah, mən düşünürəm, indi hal-hazırda sizə paxıllıq edən yoxdur. Allah sizə can sağlığı versin.